1500 illik tarixi olan Lahac kəndindəyik. Daha doğrusu Lahac qəsəbəsində. Lahac qəsəbəsi Azərbaycanın, bütün Qafqazın deyərdim ki, miskərlik sənətinin əsasını qoyan bir kənd olub, bir mərkəz olub. Bugün də o adət-ənənə yaşayır. Hər qarışında, hər addımında tarix duyulur. Əsasən suvenirlərin satışı vardı bu küçələrdə, qədim küçələrdə. Bu küçələrin daxili kanalizasiya sistemi ta qədimdən çəkilib ki, indi də heç bunun tam sxemin əldə edə bilmirlər. Bütün müasir indi tikilən evlərdə həmin kanalizasiyalara qoşulur. Sənət bu qəsəbənin əsasını təşkil eləyir. Həm dolanışıq üçün, sənət üçün, həm muzeylərin yaraşığına çevrilən miskərlik alətləri, toxuculuq alətləri Lahacın əsasını təşkil edir. Salam, Allah qüvvət versin. Miskərlik sənətini yaşadan ustalardır, sənətkarlardır. Hazırda iş prosesi gedir. Nə düzəldirsiniz? Təmir işləri də ediyorsunuz da eyni vaxtda. Hacı Gəray bulağı 1868-1870. Dadavun məscidi 18-ci əsr abidəsidir. Lahacın kitabxanasıdır. Çaylardır hər cürə, güllərdən, dağ çiçəklərindən, eşq çayı. Gülnar şəkər üçün əvvəlik və sevgi çayı. Bu içəndə sevgi artır. Çiçəklərdən, qarışıq çiçəklərdən. Çağır cini çağır. Cin yatır.